7 kilo arıqlayıb. Görün necə arıqlayıb. Baxın. Salamsız deyən alaqanqal. Alaqanqal bax. Görün necə gözəldir. Arıqladır insanı, bəli. Alaqanqal siyah kətan toxumları əzməsini 2 aydır suya qatıb içirəm. Artıq 7 kilo çəki gedib. Yəni bu gözəl, yəni arıqlamaqdır, yavaş-yavaş. Bu alaqanqal toxumu, chia toxumu, kətan toxumu, bir də psillum gedir də. Bu əsas bu 3 dənə, 4 dənə. Demək bu qaraciyəri yeniləyir, öd yollarını təmizləyir, mədaltı vəzi yeniləyir, dalağı yeniləyir, xolesterini salır. Sonra öd yollarını təmizləyir, ödün istehsalını artırır və arıqladır. Qəbizliyi də aradan qaldırır. Baxın, əllə yığılan təmiz alaqanqal. Gül kimi. Mən özüm də bundan istəyirəm. Gəlib biraz var əldə. Kim istəyər, problem yoxdur. Müraciət ilə verərik. Getsin arıqlasın. Aşağıdan da yoldaşımın səhifəsini sabitləyirəm. Gülü Roman. İnşallah yazın özünə versin. Bax belə. Ot indi də var, təmiz ot indi. Sonra yaşıl çay da var, zəfərandır. Çörək atı toxumudur, Həbəşistan toxumu, qarazirə toxumu da deyirlər. Təmiz baldır. Və s. Çox şeylər.